Deməli, bugünkü mövzumuz olacaq rasin ədədlərin ədəd üzərində göstərilməsi. Deməli, rasin ədədləri ədəd üzərində ilk olaraq necə yaza bilərik? Məsələn, çalışmalar üzərində izahını verim. Deməli, verilmiş ədəd məsəl üçün bir nömrəli çalışmaya baxaq. Deyir ki, verilmiş ədədlərə uyğun nöqtələri ədəd üzərində qeyd edin. Necə qeyd edə bilərəm? Baxırıq, sıfırımızı qeyd edirik. Sıfırdan sağda bilirik ki, müsbət ədədlər, solda isə mənfi ədədlər yerləşir. Deməli, 3,2-də 1. Baxın, 3,2-də 1 var. Sonra 1,6 var, 5,5 var. Deməli, 1,6 əlbəttə ki, birinci gələr. Çünki sıfıra daha yaxındır. 1,6-dan sonra nə gələ bilər? 3,2-də 1. 3,2-də 1 bilirsiniz nə deməkdir? Yəni ki, bu rəqəm, məsəl üçün 3 rəqəmi necə yoxdur? 3 rəqəmi artıq bu keçib. 3,2-də 1. Yəni 3,2-də 1. Əgər tam hissə sizdə, məsəl üçün 3 göstərirsə, bu deməkdir ki, 3-ü keçibdir. Məsəl üçün, bu tam hissə 4,5-də 1 olsaydı, bu deməkdir ki, bu tam hissə 4-ü artıq keçibdir. 4 rəqəmli keçib, yəni 4-dən sonra yazılmalıdır. Sonra 5,5-i necə yaza bilərik? 5,5 bu formada yaza bilərik. Yəni 5 3-dən əvvəl, 5 3-dən sonra gəlir də. 3 də 1-dən sonra gəlir. Sonra bunları düzəlir. 0,4, sonra -2,5, sonra -2,8. Bu da mənfi ədədlərdə bu formada qeyd olunur. Getdikcə yəni artır. Deməli, sonra məsələn qeyd edirik. Deyir ki, aşağıdakı təkliflərin doğru olub-olmadığını aydınlaşdırın. 3,7 ədədi 3 və 4 ədədlər arasında yerləşir. Baxaq görək, düzdürmü bu? 3 ilə 4 ədədini qeyd eləyək. 3, bu da 4 ədədi. 3,7, bəli, o deməkdir ki, yəni 3 tamlısı artıq 3-ü keçib də. Deməli, 3 tam, bəli, 7, 3 ilə 4-ün arasında yerləşir. Məsəl üçün, deyək ki, bu 4,5 olsaydı, 4,5 olsaydı, 4,5 hansı ədədlər arasında yerləşir? Və 4-ü keçibsə, deməli, 4 nə? 4 və 5-in arasında yerləşir. Bu formada qeyd edəcəksiniz. Sonra, məsəl üçün, deyir burada, nə deyir? 5 nömrəli suala baxaq. Deyir ki, şəkildə 5-ci şəklə əsasən M-in məsafəsini necə təyin etmək olar? M-N məsafəsini təyin edək. Baxın, N nöqtəsi də verib, M nöqtəsi də verib. Deməli, baxaq görək necə təyin edirik. N-in burada deməli, O-dan M-ə qədər olan məsafəmiz nə veribdir? O-dan M-ə qədər olan məsafəni, o M məsafəsini mənə 3,7 verib. Burada baxın, qeyd olunub burada. Burada məsafəni burada verib, O-in məsafəsini buradan verib. O-n buradan bura qədər olan məsafə, O-m də buradan 0-dan 3,7-yə qədər olan məsafədir. O-in məsafəsi nədir? O-in də bərabərdir, -3,7-dir. İndi deyir ki, M-in məsafəsini təyin edin. M-dən N-ə qədər. M-dən N-ə qədər olan məsafəni necə taparıq? Deməli, 2 nöqtə arasındakı məsafə düsturuna əsasən, 2 nöqtə arasındakı məsafə düsturumuz necədir? Məsəl üçün, bizə deyilir ki, A və B nöqtələri arasındakı məsafəni deyir ki, tapın. A və B nöqtələri arasındakı məsafəni soruşur bizdən. Deməli, 2 nöqtə arasındakı məsafə AB bərabərdir. Deməli, bu da O nöqtəsidir. Deməli, 2 nöqtə arasındakı məsafə həmişə modulda qeyd olunur. Niyə görə modulda? Çünki moduldan ancaq müsbət çıxır. Yəni, OB çıxılsın OA. Deməli, OB çıxılsın OA. Yəni, bu formada tətbiq edəcəyik. Bir nöqtə arasındakı məsafə düstur. Yəni, M-in bərabərdir. OM çıxılsın ON. İndi gətirib burada sadəcə olaraq yerinə yazmalıyıq. OM nədir? 3,7 çıxılsın -3 tam, deməli, dövrdə 7. Bu formada qeyd edəcəksiniz. Deməli, 3,7, 3,7. Bax, mənfi ilə mənfi. Mənfi ilə mənfi yan-yana gələndə nə olacaq? İşarəmiz müsbət olacaq. Üstə gəlsin 3 tam dövrdə 7. Bu da dövrdə 7-dir. Üzr istəyirəm. Bu da dövrdə 7-dir. Hər ikisi dövrdə 7-dir. Bərabərdir. Və bunları çevirsək 3,9-da 7. Üstə gəlsin 3,9-da 7. 3-ün üstünə 3 gəlsə eləyəcək 6 tam. Üstə gəlsin 9-da 7 üstə gəlir 7 eləyəcək 14 eləyəcək. Şimdi bunları da ayırsak 14 ilə 9-u deməli tam və kəsə hissə şəklində yazsam 1 tam 9 üstünə 5 gələndə 14 eləyir. 9-a verim 9, üstə 5 gəlsə 14 eləyir. 6-da üstə 1 gəlsə 7 tam 9-da 5. Bu formada cavabımızı almış olaraq.
Sonra keçək digər suala. Deməli, baxaq görək. Baxaq bir dəqiqə. Ədəd oxu üzərində göstərilmə bölməsi çox sadədir. Digər iki bölməyə keçək. Deməli, ədəd oxu üzərində iki nöqtə arasındakı məsafənin tapılması. Bəli, məsafə düsturu. Məsafə düsturu da yenə də, məsələn, burada suallar üzərində izah verim sizə. Deməli, koordinatlar verilir. A-nın və B-nin koordinatlarını verir. Deyək ki, iki nöqtə arasındakı məsafəni tapın. Deməli, A və B nöqtələri arasındakı məsafəni. Baxın, burada verilir, düstur olaraq verildir. AB məsafəsi. AB bərabərdir x çıxılsın y. İki nöqtə arasındakı məsafəni bu formada tapırsınız. Yəni, son koordinatdan da əvvəlki koordinata çıxmalısınız. İndi məsələn, düstur halında qeyd edək. Bunları nümunə üzərində göstərim sizə. Deyək ki, A və B nöqtələrin koordinatlarını verib, A-nı nə veribdir? Mənfi deməli 2, B-ni də verib 4,2. Bunları deməli iki nöqtə arasındakı məsafə AB bərabərdir. Sondan, yəni baxın bu son nədir? Bu sondan çıxmalısınız başlanğıcı. Vəssalam. Onu niyə mötərizə çünki bunun özü də mənfi daxil ona görə. İndi 4,2 mənfini mənfiyə vuranda işarə nə eləyəcək? Müsbət 2. 4,2 üstə gəlsin 2. 4,2-nin üstünə 2 gələndə 4,2 üstə gəlsin 2. 4 üstə 2 gələndə 6,2. Baxın, burada virgül hardan qoyulubsa, biz də ora qədər endirməliyik virgül. Yəni, əgər burada virgüldən sonra bir rəqəm varsa, burada da virgüldən sonra bir rəqəm olmalıdır. O formada qeyd olunur. Tam ədədlərlə baxın, bunlarla tam ədədlərdə altında yazırıq. Deməli, olacaq məsafəmiz nə? 6,2. Belə yadda saxlayın ki, məsafə heç cavab mənfi ola bilməz. Cavab həmişə müsbət olmalıdır. Sonra, məsələn, bir nömrəli sualda, baxaq 6-cı suala. 6, hamısı əslində qalsa yeni suallardır. A və B-nin koordinatlarını verir. Yəni, A və B. AB arasındakı məsafəni tapsaq, B-miz nədir? 1,8-də 7 çıxılsın 3,4-də 3. Bu formada qeyd edirik. İndi deməli, 1-dən 3-də çıxa bilərik və yaxud da ki, elə etməyək. Deməli, 8 ələ 1-in 8, düzgün olmayan kəsrə çevirsə, 8 ələ 1-in 8, üstə gəlsin 7, 15, çıxılsın. 4 dəfə 3-ün 12, üstə gəlsin 3, eləyəcək 15. Bərabərdir. İndi mən bu məxrəci, baxın, bu məxrəcləri eyniləşdirə bilərəm. 4-ü 2-yə vursam, 8 ilə bu məxrəclə eyniləşər. Əgər 4-ü 2-yə vurmuşamsa, burada da 2-yə vurmalıyam. Kəsin əsas xassəsinə əsasən. Burada 8-də 15 çıxılsın, 4 dəfə 2-nin 8, 15-də 2-yə vuranda 30 eləyəcək. Bərabərdir. Baxın, 15-dən 30 çıxsaq, məxrəclər eyni olanda sürətlər olduğu kimi toplanır və çıxılır. Deməli, məxrəc olduğu kimi qalır. Baxın, böyük ədədimiz nədir? 30. 30-un 15 çıxanda 15 edir. Amma necə 15 mənfi 15? Niyə görə mənfi 15? Çünki 30-un burada işarəsi nədir? Mənfidir. Deməli, dedik ki, moduldan da mənfi çıxmır, heç vaxt müsbət çıxır. Əgər siz burada mənfi alsanız da, siz buradan həmişə moduldan çıxanda müsbət işarə çıxarmalısınız. İndi bu cür qarşı kəsir formasına verilib. Mən bunu necə düzgün qarşı kəsir yox, üzr istəyirəm. Düzgün olmayan kəsir formasına verilib. Mən necə qarşı kəsir formasına çevirə bilərəm? Məxrəc olduğu kimi qalır. 15 8-in içərisində neçə dəfə yerləşir? Bir dəfə yerləşir. 15 8-in içərisində bir dəfə. 15-dən 8 çıxanda 7. 1,8-də 7. Bu formada qeyd olunur cavabımız. Sonra baxaq, fərqli sual tiplərinə baxaq. Deməli, baxın, burada da məsələ 2 nömrəyə baxaq. AB-ni verib sizə 13,6. B-nin koordinatını birini verib, digərinin koordinatını soruşur bizə. Deməli, digərinin koordinatını tapaq. Deməli, 2 nöqtə arasındakı məsafə düsturuna əsasən AB bərabərdir. Deməli, A çıxılsın B. Deməli, AB-miz nədir? 13,6-dır. Çıxılsın A-mız nədir? Bilmirik. X. B-miz nədir? 5,8. Bu formada biz necə edirik? Deməli, moduldan modulu açmağı öyrədəcəm sizə. Moduldan uşaqlar bir həmişə həm mənfi çıxır, həm də müsbət çıxır. Modul ifadələri həll edərkən moduldan həm mənfi, həm də müsbət çıxır. Yəni, x çıxılsın 5,8-i siz bir dəfə müsbət 13,6 götürəcəksiniz. Bir də 13 x çıxılsın 5,8-dən bir dəfə də mənfi çıxacaq. Çünki moduldan dedik ki, yəni biz moduldan bilmirik axı,
Bayaq mənfi, necə ki, burada modulda mənfi ədədlər var idi. Biz onu müsbət kimi götürürük. Yəni, biz bilmirik ki, bu moduldakı ifadə mənfidir ya müsbətdir. Onu bilmədiyimizə görə biz moduldan həm mənfi, həm də müsbət çıxara bilirik. Deməli, modul ifadəmizi həmişə açanda, baxın, bu modulları atanda moduldan bir dəfə müsbət çıxacaq, bir dəfə də mənfi çıxacaq. Məsələn, indi həll edək. X bərabərdir burada nəyə? X bərabərdir 13,6. Bu mənfi 5,8-dir. Üstə gəlsin 5,8-ə. X bərabərdir. Toplayaq. 13,6 üstə gəlsin 5,8. Baxın uşaqlar, vergülə qədər olan ədədlərimiz ki var. Bunlar tam ədədlərdir. Tam ədədləri görürsünüz, alt-alta qeyd edir. 8-ün altı gələndə 14. 4 yazıram bir yadda. 5-in içində 3, 8, bir də yadda 9, bir də olduğu kimi qeyd olunur. Baxın, vergüldən sonra burada bir rəqəmlər var. Demək ki, burada da bir rəqəm olmalıdır. X-in bərabərdə 19,4-ə yazırıq. Sonra X buradan bərabərdir nəyə? Mənfi 13,6 üstə gəlsin 5,8-ə. Deməli, 13 5-dən böyükdür. Tam hissələrə baxırsınız həmişə çıxanda. 13 əgər 5-dən böyükdürsə, yəni mən böyükdən kiçiyə çıxıb böyüyün işarəsini qeyd eləməliyəm. Yəni işarə olaraq burada 13,6-nın işarəsini qeyd eləyəcəm. İndi 13,6-dan da 5,8 çıxmalıyam. 5,8. 16-dan 8 çıxanda 8. Burada 13 yox, 12 qalır. 12-dən 5 çıxanda 7 eləyir. Yəni 7,8. Bu formada qeyd olunur. İşarə olaraq, deməli, necə ki 13,6-dan 5,8 çıxanda bunun işarəsini qeyd etmirik. Yəni böyüyün işarəsini həmişə qeyd edirik. Eləcə də yenə də bu formada da yəni biri mənfidir, biri müsbətdir. Biri mənfi, biri müsbət olanda böyük ədəddən kiçik ədədə çıxırıq, böyüyün işarəsini yazırıq. Sonra tam ədədlərə baxın, alt-alta qeyd elədim. Alt-alta tam ədəd, vergülə qədər olan ədədlər tam ədədlərdir. Tam ədədləri alt-alta çıxdım və yazdım. Baxın, burada vergüldən sonra bir ədəd var, burada da vergüldən sonra bir ədəd var. Demək ki, burada da vergüldən sonra bir ədədimiz olmalıdır. Yəni, daha yadda qalsın deyə bu formada deyirəm sizə. Digər sualda da eyni, misal ikincisində də moduldan bir dəfə mənfi, bir dəfə müsbət çıxaracaqsınız və hesablayacaqsınız. Sonra hansı iki nöqtə hesablama başlanğıcında eyni məsafədə yerləşir? Deməli, hesablama başlanğıcında eyni məsafədə yerləşir. Deməli, nə deməkdir bu? Hesablama başlanğıcı nədir? Yəni, sıfıra nəzərən hesablama başlanğıcı budur. Yəni, buradan bura qədər olan məsafə ilə buradan bura qədər olan məsafə eyni olmalıdır. İndi A-mızı bizə baxın, misal 3-ün birincisinə baxaq. Misal 3-ün birincisində deyək ki, A buradadır, B də burada verilibdir. A-mızın nöqtəsi nə verir? -3 tam, -3 tam, 3-də 2 verilibdir. Bu da 3 tam, dövrdə 6-dırsa 9-da 6 olacaqdır. Deməli, baxın, mən bunu ixtisar edə bilərəm də, 3-ə ixtisar edə bilər. Nə qalar? 3 tam, 3-də 2 ola bilər. Deməli, baxın, burada da -3 tam 3-də 2-dir. Burada da müsbət 3 tam 3-də 2-dir. Amma məsələdə sizə nə deyir? Hansı ki nöqtə hesablama başlanğıcından eyni məsafədə yerləşir? Məsafə deyəndə həmişə biz müsbət götürürük də. Yəni, buradan bura qədər olan məsafəni sənə mənfi versələr, sən müsbət götürəcəksən. Yəni, -3 tamında 3 tam 3-də 2-ni sən əslində 3 tam 3-də 2 kimi götürəcəksən. Bu formada baxacaqsan, bu da onsuz da müsbətdir. Yəni, buradan bura qədər olan məsafə buradan bura qədər olan məsafəyə bərabərdir. Sən baxma ki, bu mənfidir. Amma səndən buradan məsafəni soruşur. Deyək ki, hesablama başlanğıcından eyni məsafədə yerləşir. Məsafə deyəndə həmişə müsbət götürürük, mənfi götürürük. Digərlərdə eyni qayda ilə. Məsələn, baxın, 3 nömrəyə baxaq. 3 nömrədə məsafəmiz yerləşib deyə mən onu işarə etmişəm. Deməli, baxın, mənfi Y nöqtəmiz verilib nə? -5 tam 1 dövrdə 3 F nöqtəsinə verilibdir. F nöqtəsi də burada verilibdir. 5 tam 15-də 2. Bu da 0 nöqtəsi kimi buranı qeyd edirəm. Deyir ki, buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafəyə bərabərdir. Gəl, mən burada müəyyən qədər çevrəmələr aparmalıyam. -5 tam 13-dən 1 çıxsaq və 9, 0. -5-dən 13-dən 1 çıxsa 12, bu da 90. İxtisarımı aparmalıyam. -5-dən 2-yə bölsək 6, burada 2-yə bölsək 45. 3-ə bölsək burada 5 tam 3-ə bölsək 2 qalacaq, burada da
15 qalacaq. Baxın, deməli, mən bunu ixtisar apardım. Burada nə aldım? Mənfi 5-dən 15-də 2 aldım. Deməli, mənfi alsan da bu məsafəyə baxın, bura ilə buradakı ifadə eynidir. Yəni, məsafə deyəndə həmişə biz müsbət götürməliyik. Mənfi işarəyə siz baxmırsınız. Buradan bura qədər olan məsafə bəlli. Həqiqətən də buradan bura qədər olan məsafəyə bərabərdir. Çünki məsafədən söhbət gedirsə, biz həmişə müsbətə baxırıq, mənfiyə baxmırıq. Siz elə bilərsiniz ki, burada işarə mənfidir, deyərsiniz ki, müəllim, burada axı biri mənfidir, biri müsbətdir. Biz dedik ki, modulda məsafə həmişə AB məsafəsi deyəndə biz onu həmişə modulla götürürük. Məsafə modulda qeyd olunur. Yəni, burada siz cavab mənfidə alsanız, biz burada müsbət olaraq cavabı çıxartmış oluruq. Sonra, deməli, suallara baxaq. Baxın, deməli, burada da bəzi gözəl sual nümunələri var. Deməli, deyək ki, 59 üzərində misal 5-in birincisinə baxaq. Misal 5-in birincisi. Deməli, 59 üzərində 7 olan nöqtədən 12 vahid məsafədə olan nöqtələrin koordinatlarını müəyyən edin. 59 üzərində 59 çevirsiniz. 59 üzərində koordinatı 7 olan nöqtədən. Koordinatı 7 olan nöqtə yazdım bura. 7 olan nöqtədən 12 vahid məsafədə olan nöqtələrin koordinatını müəyyən edin. 12 vahid məsafə nə deməkdir? 12 vahid məsafə burada da ola bilər. Burada da ola bilər, düzdürmü? Yəni, 12 vahid burada da gələ bilərik, 12 vahid buradan çıxa bilərik. Çünki biri niyə görə üstə gəlirik? Bu tərəf müsbət istiqamətdir, bu tərəf də mənfi istiqamətdir, ona görə. Deməli, 12-ün üstünə 7 gəlsəz, 12 vahid məsafə gələcək, 19 üzərində dayanacaq. O mənfi 12-dən 7, mənfi 12 üstə gəlsin. 7-ni alır, neçə eləyəcək? 12-dən 7 çıxanda 5 eləyəcək. Dedik, böyükdən kiçiyə çıxıb, böyüyün işarəsindən qeyd edirik. Yəni, 7-dən 12 vahid məsafədə, kiçik məsafədə yerləşsə, bu artıq gəlib mənfi 5-in üzərində dayanacaq. Və onların deyil cəmini tapın. Biri mənfi 5-dir, biri də 19-dur. 19-dan 5 çıxsaq, böyükdən kiçiyə çıxıb, böyüyün işarəsindən qeyd edirik. Sonra, deyək ki, 59 üzərində koordinatı 5 mənfi 5 olan nöqtədən. Yəni, koordinatı mənfi 5 olan nöqtədən 8 vahid məsafədə olan nöqtələrin koordinatlarını müəyyən edin. 8 vahid məsafədə 8 bir üstə gələcəksiniz, bir də çıxacaqsınız 8. İndi bir dəfə üstə gəlir, bir dəfə də çıxaq. Mənfi 5 üstə gəlsin 8, bir də mənfi 5 çıxılsın 8. 8-dən deməli 5 çıxsaq 3 eləyir. Amma müsbət 3 niyə görə? 8-in işarəsi böyük müsbətdir, ona görə. Baxın, hər ikisi mənfi olanda toplayıb qarşıya mənfi yazacaqsınız. 8 üstə gəlsin 5, mənfi 13. Hər ikisi mənfi olanda toplayacaqsınız, qarşıya mənfi yazacaqsınız. Amma biri mənfi, biri müsbət olanda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini qeyd edirsiniz. Deməli, burada olacaq mənfi, burada 3 olacaq, burada da mənfi 13 olacaq koordinatlarımız. Deməli, siz həqiqətən də mənfi 5-dən 8 saysanız 1, 2, 3, 4, 5, 6, 7, 8 saysanız görərsiniz ki, gəlib bu 3-ün üzərində dayanır. Burada da mənfi 5-dən də mənfi sol tərəfə geçsəz və 8 saysanız burada həqiqətən də gəlib 13-ün üzərində dayanacaq. Amma o cür sayınca, yəni ki, biz orada rəqəm getirə bilərik. Ən sadə variantı ilə bu cür yazmaqdır. Bu nöqtələrin deyəcəyim cəmini deyir tapın. Yəni, mənfi 13 üstə gəlsin 3. Baxın, biri mənfi, biri müsbət olanda toplu böyükdən kiçiyə çıxıb böyüyün işarəsini qeyd edirsiniz. Amma əgər hər ikisi mənfi olsaydı, o zaman necəyəcəydiniz? Toplayacaqdınız, qarşıya mənfi atacaqdınız. Deməli, 13-dən 3 çıxanda 10, amma mənfi 10. Koordinatları mənfi 10 edir. Cəmi o mənfi 10 verir bizə. Sonra, deməli, ədəd oxu üzərində misal altının birincisini izah edirəm. Deyək ki, ədəd oxu üzərində koordinatı 4 olan nöqtələrin 9 vahiddən az məsafədə yerləşən nöqtələrin yerini müəyyən edin. Ədəd oxu üzərində də koordinatı 4 olan nöqtədən. Koordinatı 4 olan nöqtəni qeyd edirəm. 9 vahid məsafədən az məsafədə yerləşən nöqtələr. 9 vahid məsafə nədir? 9 vahid üstə gələcəksiniz, bir də 9 vahid çıxacaqsınız. 9 4 gələndə 13, 9-dan 4 çıxanda böyükdən kiçik çıxıb mənfi 5, böyüyün işarəsini qeyd edirsiniz. 9 vahiddən az məsafə nə deməkdir? Yəni, baxın, bu 13-dən kiçikləri yazmalısınız da, buradan buraları yazmalısınız. Bir də buradan 5 yox, 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 bu formada gəlir də. Deməli, buradan kiçikləri qeyd edirsiniz. Yəni, bir sözlə bu aralıqdakı ədədləri siz qeyd edəməzsiniz. Bu nöqtələrin özünü yox, bu aralığa düşən ədədlərin özünü qeyd etməlisiniz. Bu da nə olacaq? Mənfi 4-dən müsbət, deməli, burada 13 yox, müsbət 12 qədər.
Bunu mən belə qeyd edeyim. Deməli, -4-dən deməli müsbət 3-ə qədər -4, -3, -2, -1, 0, 1, 2, 3-ə qədər bu 4-ün özünü də qeyd eləmirsiniz. Bir də 4 yox, 5, 5-dən deməli 13 yox, 13-ün özünə qədər qeyd edirsiniz. Yəni bir sözlə bu bu rəqəmlər qeyd olunmur. Az məsafə deyəndə onları qeyd eləmirsiniz. Sonra deməli digər suallara baxaq. Ədəd oxu üzərində koordinatı o -12 olan nöqtədən 80 vahiddən az məsafədə olan hər hansı 5 nöqtənin koordinatını yazın.